Salam. Gəlin 2026-cı il model suallarından birinci ixtisas qrupu üzrə suallara baxaq. Birinci sual çevrə üzrə bərabər sürətli hərəkətə aiddir. Çevrə üzrə bərabər sürətli hərəkət edən cisim 2 saniyə müddətində A nöqtəsindən B nöqtəsinə gələrək 8 metr yer dəyişmə icra etmişdir. Cismin xətti sürətini hesablayın. Baxırıq ki, A nöqtəsindən B nöqtəsinə gələn cisim T bərabərdir 1/4 period ərzində yer dəyişmə icra etmişdir. Bu zaman yer dəyişməmiz R kök altda 2-yə bərabər olur. Buradan radiusu tapsaq R bərabərdir. S bölünsün kök altda 2-dən. Yer dəyişməni bizə 8 verib. 8 bölünsün kök altda 2-dən 4 kök altda 2 almış oluruq. Radiusu tapdıq. Çevrənin uzunluğu isə L bərabərdir 2 pi r-dir. 2 pi r-in 4/1-i pi r bölünsün 2-yə bərabər olmuş olur. Pi 3-dür. R-i tapdıq 4 kök altda 2 bölünsün 2-yə. Bu da bizə 6 kök altda 2-ni vermiş olur. Bizdən soruşur xətti sürəti V bərabərdir L bölünsün T-dən. L-in yerinə 6 kök altda 2, zamanımızın da yerinə gətirib 2 qoysaq, bu da 3 kök altda 2-yə bərabər olmuş olur. Doğru cavabımız B variantı olmuş olacaq.